إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا abduhu rasuluhu amma ba'd. Assalamu aleykum və rahmetullahi və barakatuhu əziz izləyicilər. Bu video bir sualla bağlıdır. Bizim videonun adı ən çox hədis nəql edən 7 sahabə kimdir? Ora bir takipçi adı mən özümə qeyd elədim, kompüterdə Ayar Yaxyayev rus dilində yazılıb. Sual verir ki, bir neçə sualdır. Və mən bu adama yazdım ki, video şəklində cavab verəcəm inşallah. Suallar əslində çətin suallar deyil. Bilmirəm, insanda niyəsə şübhə yaranıb. Bir oxuyaq. İnsan sual verir ki, necə olur ki, Peyğəmbərin, Allahın salamı və salavatı onun üzərinə olsun, qardaşlar, Allahın salamı olsun ona və onun pak əhlinə, Peyğəmbərliyə çatdığı gündən son nəfəsinə qədər yanında olan, bütün döyüşlərdə onunla çiyin-çiyinə duran Həzrət Əli, heç əleyhissalam yazıb, heç 500 hədis danışmayıb. Peyğəmbər dövründə uşaq ola və ya Peyğəmbər dünyasını dəyişəndən 100-200 il sonra dünyaya gələnlər minlərlə hədis danışa biliblər. Mən videoda demişdim, hansısa sahabənin digər sahabelərdən daha çox hədisi nəql etməyi, bu o demək deyil ki, digərləri heç nə bilmirlər. Sadəcə sahabələr olub ki, onlar bu işə can atıblar. Onlar bununla məşğul olublar. Bax, yaxşı, mən elementar sual verim də. Qardaş yazır ki, Həzrət Əli barəsində. Yaxşı, indi mən sual verim. Peyğəmbər s.ə.v-in birinci həyat yoldaşı Xədicə. Peyğəmbərlik nazil olanda Peyğəmbərimizə sallallahu əleyhi və səlləm Xədicə anamız İslamı qəbul etdi və təxminən 10 ilə yaxın həyat yaşadı, yəni yaşayıb bu həyatı İslamı görürdü. Nə qədər hədis nəql edə bilərsiniz ki, Xədicə anamız hədisi nəql edib ravi olaraq. Və misal üçün sizə başqa bir şey deyim. Əmmar ibn Yasirin atası və anası Yasir və Sumeyyə, Allah hər ikisinə razı olsun, ilk şəhid olanlardır. Onlar da İslamı görürdülər. İslamı qəbul ediblər, ilk şəhid olublar. Yəni İslam yolunda. Hansısa bir hədis onlardan nəql olunub. Bu demək deyil ki, onların elmi olmayıb. Siz bu məsələni qarışdırırsınız. Sizə elə gəlir ki, əgər Əbu Hüreyrə hamıdan çox nəql edibsə hədisləri, deməli bu Həzrət Əlidən daha çox bilir və misal üçün Osman radiyallahu anhu da daha çox bilir, İmam Əlidən radiyallahu anhu daha çox bilir. Bu onun işarəsi deyil. Və kitablarda da bunu qeyd edilir və mən bunu oxudum. Mən bunu deyim ki, bu bununla əlaqəli deyil. Ola bilsin ki, digər sahabə sadəcə məşğuliyyət baxımından bu elmi məsələlərə o qədər məşğul ola bilmir. Bu bugün də yaşanır. Məsələn, bir elm tələbəsi ola bilər, ya alim, bəlkə hamıdan çox bilir, amma az dərs paylaşır. Əslində paylaşsa yaxşıdır özü üçün. Paylaşmır, vaxtı yoxdur və s. Hətta deyilənə görə İmam Məlikin vaxtında başqa bir alim var idi, adı Leys idi. O İmam Məlikdən daha fəqih idi. Amma İmam Məlikin məzhəbi gəlib bizə çatıb, o digər alimin məzhəbi gəlib çatmadı. Yəni ondan nəqillər, onun fikri barəsində məlumat, kitabları o şəkildə necə ki İmam Məlikdən gəlib çatmadı. Bu nisbi bir məsələdir. Bu birinci sualın cavabı. Sonra sual, necə olur ki Peyğəmbərin sallallahu əleyhi və səlləm qızı bütün ömrü boyu onun yanında olub, yəni Fatimədən söhbət gedir radiyallahu anhə, ondan bütün suallara cavab alıb, bir o qədər hədis danışmayıb, Peyğəmbərlərlə cəmi 3 il, 4 il yaşayan Ayşə bu qədər hədis danışıb. Yenə həmin məsələdir. Yenə həmin məsələdir. Yəni ki, yaxşı, onda biz belə sual verək də, kim daha çox hədis nəql eləməlidir? Fatimə, yoxsa Əli ibn Əbu Talib? Allah hər ikisinə razı olsun. Bu nisbi bir məsələdir. Və sabah məlum olsa ki, Əlidən hədis daha çox gəlib, nəinki Fatimədən, bu o demək deyil ki, Əli ondan daha çox savadlı olub. Və Fatimədən daha çox gəlirsə, bu o demək deyil ki, Fatimə Əlidən daha çox savadlı. Bu, onun işarəsi deyil. Bugün dünyada adamlar var ki, 10 minlərlə hədisləri əzbər bilirlər. Şeyx Albani, məsələn, o qədər hədisi əzbər bilmirdi.
Amma Şeyx Albaniyə alim olaraq bugün müraciət olunur. Həmin o hədislərin minlərlə bugün bilənlərə o qədər müraciət olunmur. O sadəcə hafizə ilə bunu bilir. Amma elmi surətdə bilmək bu tamamilə başqa bir şeydir. Yəni onun əlamətləri başqadır. Sonra deyirsiniz ki, Ayşə bu qədər hədis danışıb, özü də möminlərin anası. Burada nida işarəsi qoyur. Dünyaya uşaq gətirməyib. Bir uşağın anası olmayan qadın necə möminlərin anası olur? Bu suallara heç vaxt verilməyib sizə. Açığı deyim ki, bu sualı mən heç vaxt eşitməmişəm. Bu ümumiyyətlə biraz bilirsiniz. Yaxşı, mənim burada bir neçə sualım var. Niyə məhz Ayşə? Peyğəmbər sallallahu əleyhi və səlləmin hətta eyni vaxtda 9 dənə həyat yoldaşı olub. Peyğəmbər sallallahu əleyhi və səlləmin Xədicədən başqa yalnız bir həyat yoldaşı uşaq gətirib bu dünyaya, İbrahimi. O da uşaq vaxtında dünyasını dəyişib. Ayşə radiyallahu anhə, Sələmə, Zeynəb bin Cəxş, Ramlə bint Əbu Sufyan, Həfsə bint Əbu Bəkir, Sauda. Bunların heç biri uşaq dünyaya gətirməyib. Niyə siz məhz Ayşənin adını yazırsınız? Hədis nəql eləmək baxımından. Yəni bu qadın bu işlə məşğul olardı özünə. Yəni bu işi sevirdi, buna can atdı. Burada da bir şübhəli bir şey yoxdur. O ki qaldı ki, necə ola bilər ki, bir qadın dünyaya uşaq gətirməyib, ona möminlərin anası deyilir. Qardaşım, yəni bu Quran ayəsidir. Əhzab surəsi 6-cı ayə, deməli tərcümədə gəlib ki, Əlixan Musavi tərcüməsi, Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır, zövcələri isə möminlərin analarıdır. Və ayə davam edir. Qardaş, bu ayədir. Ola bilsin sizin qabağınıza çıxmayıb, Əhzab surəsi deyilən bir surə var. Orada 6 nömrəli ayə var. Yəni burada şərt gəlməyib ki, bu qadın uşaq doğmadı, onda möminlərin anaları sayılacaq. Hətta deyək ki, bu uşağı doğdu. Məsələn, onda bu bir nəfərin anası sayılacaq da. Amma burada möminlərdən söhbət gedir. Bu fəhim, bu düzgün fəhim deyil. Yəni bu düzgün başa düşmək deyil. Sizin bu sualınız ki, siz deyirsiniz ki, bu sualı heç vaxt vermir. Açığı deyim ki, mən birinci dəfə belə sual görürəm. İndiyənə qədər heç kəsin fikrinə gəlmir belə sual. Sizin fikrinizi bilmirəm, siz bunu hardan götürmüsünüz. Amma yəni bilirsiniz necədir? Bu ayədir. Yəni bu ayəni mən ümidvaram ki, siz inkar eləməyəcəksiniz. Yəni inkar eləmək olmaz. Yəni bu təhlükədir sizin üçün ilk növbədə. Peyğəmbərin həyat yoldaşları, həyat yoldaşıdırsa əgər talaq verməyib, boşanmayıb, deməli möminlərin anası sayılır. Yəni siz bunu sadəcə belə qəbul etməlisiniz. Və İslam dünyasında da belə də qəbul ediblər. O uşaq dünyaya gətirdi, gətirmədi. Bunun heç bir bradiyyəti yoxdur. Mən hesab edirəm ki, bu qədər kifayət eləyər. Əslində sizin suallar sadə suallardır. Siz sadəcə bir, belə deyək də, məntiqi baxımdan baxırsınız məsələyə. Ki, necə ola bilər ki, məsələn, İmam Əli uşaqlıq yaşından İslamı qəbul edib, Abu Hureyra isə misal üçün filan qədər vaxt olub Peyğəmbər sallallahu yanında, o filan qədər hədis nəql edib, İmam Əli filan qədər. Bu sizin o məntiqlə düşündüyünüz məsələyə heç qayıtmır. Amma yaxşı, burada axı başqa məsələ var. Əhl-i sünnə vəl cəmaəyə görə İmam Əli fəzilət baxımından Abu Hureyradan üstündür. Görürsünüz, hədis sayını heç kəs nəql etmir burada. İbn Teymiyyə öz kitabında Əqidətül Vasitiyyədə açıq aydın yazır. Deyir ki, sahabələrin fəziləti baxımından, yəni ki, deməli xəlifələr, 4 rəşidli xəlifə, yəni sonra cənnətlə müjdələnmiş 10 şəxs, Bədirdə iştirak edənlər və s. Yəni onların adı Bədriyun gəlir və s. Yəni hədisə görə, hədisi nəql eləməyə görə heç kəs bu sıralamanı qoymayıb. Ona görə də o sizin o yanaşdığınız, yəni ki, metod o yoxdur. Yəni belə baxmırlar. Ona görə də bəli, bu sualı bizə heç vaxt belə verməyiblər. Şəxsən mənə heç vaxt belə sual verməyiblər. Yəni bu ilə kifayətlənə hesab edirəm ki, sualınıza cavab verdim. Burada inşallah ki, bir belə deyək də, bir problemli bir məsələ yoxdur. Sadə bir suallardır, amma çalışın bunu düzgün başa düşün. Yəni belə. Və burada heç kəs, heç bir sahabənin məqamını və fəzilətini aşağı salmır. Yəni ağa ağ deyirik, qaraya qara deyirik. Vəssalam. Zaten mən sizə bunu bildirdim ki, Əhl-i Sünnə vəl Cəmaədə İmam Əli, yəni o bizdə sıralama var idi ya. Sahabələrin 7 sahabə hansılar ki, hədisi nəql ediblər. Yəni o sahabələrin arasında
Əhl-i-Sünnə vəl-Cəmaənin rəyinə görə İmam Əli, yəni ki, Əli ibn Əbu Talibin radiyallahu anhu fəzilətindən daha üstün, fəzilətli sahabə yoxdur. Yəni ki, bu 4 rəşidi xəlifə Əbu Bəkir, Ömər, Osman, Əli radiyallahu anhum, sonra digərləri gəlir. Başa düşdünüzmü? Vəssalam, məsələ sadəcə belədir. Allah bərəkət versin. Esselamu aleykum və rəhmətullahi və rəkatuhu.